şərti verilib. X plus 1 bölünsün x ifadəsini bizdən istəyir. Baxın, bu sual tipində nə etmək lazımdır? Nəyə diqqət etməliyik? Bax, burada biz deməli nəyə görməliyik? Bir balaca çətinlik səviyyəsi orta sual tipidir. Bax, burada diqqətli olmalıyıq. Baxın, burada 5 var. Ha. Bunu parçalayacaq. Belə yazacaq. 2x minus 2 bölünsün kök 2x bərabərdir 4 üzərinə gəlsin 1. 4'ü keçirək bu tərəfə, 2'yi keçirək, bu ifadəni keçirək sağa. Olsun, 2x minus 4 bərabərdir. 2 bölünsün, deməli, kök 2x üzərində gəlsin 1. Yəni, keçirdik bir tərəfə. Baxın, bu kök x var ha. Burada da kök x var. Bunu eyni bu formatda nə edə bilərik? Bax, deməli, bunu yaza bilərəm. Kök x-in bağlı kvadratı minus 2'nin kvadratı. O da bərabərdir. 2 bölünsün, kök 2x üzərində gəlsin 1. Muxtəsər vurma düsturları kimi açsaq, kök x minus 2, kök x plus 2 bərabər. Bunu da ortaq məxrəcə gətirsək, eləyəcək 2 plus kök x. Baxın, kökün altından həmişə nə çıxar? Müsbət. Yəni, bu müsbətin üzərində 2 gəlsə müsbət. Yəni, sıfırdan fərqli ədəd. Düzdürmü? Deməli, hər tərəfdən 2 plus kök x ixtisar etmək olar. Onda kök altında x minus 2 bərabərdir 1 bölünsün kök x-ə. Bunu da vurub atsaq, deməli 1 bərabərdir 2x minus 2 kök x-ə və eyni qayda ilə buradan da yazacağım ki, deməli, buradan yazıram. Deməli 2 kök x, bunu keçdim bu tərəfə, x-də keçdim bunun yanına. Oldu 2x minus 1'ə bərabər. Bunu yadımızda saxlayırıq. Baxın, bizdən bunu istəyir. Gəlin, bunu ortaq məxrəcə gətirək. Buradan yazıram. 2x plus 1 bölünsün x-dən. Oldu 2x, x'i vurdum x'e, x'in kvadratı üzərinə gəlsin 1. Muxtəsər vurma düsturlarında a kvadratı plus b kvadratı, bu kvadratı yazım ki, məntiqini çözək. A kvadrat plus b kvadratının açılışı var. Nədir? A plus b'nin bağlı kvadratı çıxaq 2ab, ya da nə ola bilər? A plus b'nin bağlı kvadratı plus nə? 2ab. Bax, burada çıxaq var. Eyni bunu yazaq. X-dən x minus 1'in bağlı kvadratı çıxaq hasilinin 2 misli. Baxın, burada x minus 1'in 2 kök x olduğunu bilirəm. Burada yerinə yazsam 2 kök x'in kvadratı eləyir 4x. Çıxılsın buradakı 2x bölünsün x-ə. 4x-dən 2x çıxsa 2x. Əlbəttə onu da x-ə bölsək, sualımızın cavabı 2. Deməli, bu sualımızın düz cavabı nəymiş? 2 imiş.